Xatirələrə aparmış olduq. Aşıq Qəmli mənim həmyerlimdir. O da Aşıq Yaşar Qəmli, aşıq olduğu bəllidir. Bizim daimi tamaşaçılarımızdandır. Eyni zamanda mənim həmyerlimdir. Ona salamlarımızı çatdırırıq. Verilişimizi hər zaman izləyir və yaşadığı kənddən bizə hər zaman görüntülər göndərməyə çalışır və sualımıza da cavab verir. Qaraboyunlar kəndindən bizə mənzərə videosu göndərib, üstünə də bir musiqi əlavə edib. Tovuzun Qaraboyunlar kəndindən, uca dağlardan gözəl bir mənzərəni izlədik. Sanki Tanrı ora bir rəsm, öz fırçası ilə rəsm əsəri çəkib, necə gözəl güllər idi, gördünüzmü? Və bir də deyir ki, bizim tamaşaçımız Aşıq Yaşar Qəmli, dünəndir, bizdə işıq olmadı, xəbərin olsun verilişinin ancaq sonuna baxa bildik. Əgər bütün versiyasına da baxmaq istəyirsinizsə, bizim hörmətli tamaşaçımız Yaşar bəy YouTube kanalımızdan izləyə bilərsiniz. Günün sualına da belə cavab verib ki, mövzu ilə bağlı bizdə meyvələrin hamısı olur, amma müəyyən ət yeməkləri çox bahalaşdığı üçün dadmaqda bir qədər çətinlik çəkirik. Əziz izləyicilərimiz, ağzınızın dadı heç zaman pozulmasın.